Yolumuz Şamaxıyadır. Bu dəfə də günə belə başladıq. Şamaxıya gedirik, amma Şamaxıdan biz çox müxtəlif və möhtəşəm videolarla qayıdacağıq sizə. Belə ki, indiki videomuzda biz sizə Safari Parkda hansı heyvanlar var, hansı ölkələrdən gətirilib və oranın qiyməti nədir, hamısına bağlı ətraflı məlumat verəcəm sizə. Və sabah isə biz yollanırıq Şamaxıda çox yaxşı tarixi olan bir kəndə və təəssüf ki, heç kimin yaşamadığı bir kəndə. Oradan da çalışacağıq sizə çox maraqlı məlumatlar verək. Getdik. Gəlib artıq Şamaxıda Cavanlı kəndinə çatmışıq. Bu kənd yəqin ki, çoxlarına tarixdən tanışdır. Məşhur Cavan döyüşünün olduğu ərazi də ola bilər, amma kəndin adı belədir. Yəqin ki, döyüş də buraya yaxın ərazidə olur. Hardasa 1 saat yarım məsafədən sonra gəlib Safari Park'a çatdıq. Oy maşallah, burada çox adam var. Mən ömrümdə ilk dəfədir, daha doğrusu ömrümdə ikinci dəfədir gəldim bura. Sıxlığı görürüm. Xüsusi icazəni aldıq. İndi qrup yığılır, bir qrup. Onlar avtobusdan çıxsın, biz də o avtobusun arxasıca gedirik Safari Parkın içinə. Deməli, avtobus buradan gəlir. Aha. Gəlir, sonra yoldan çıxır. Yəni bu gələn avtobusun arxasıca getməliyik. Allah. Gedək. Avtobus qəşəngdir. Deməli bax belə avtobuslarla çıxırlar çəkilişə. Belə avtobuslarla deməli çıxırlar gəzintiyə, safariyə. Bu bildiyiniz elə Afrikadan gələn safari anlayışıdır. Burada gedək görək indi bizi burada hansı heyvanlar qarşılayır. Avtobus mənə bəşləyir. Biz qaydalara Orada bir eşeği var. Ama yəqin ki, parkın ərazisinə daxil deyil.
Bəli, neçə ildir bu işlə məşğulsunuz? 2016-cı ildən müsahidə çalışıram mən. Hə. 2016-cı ildə bizim parka Polşadan, Çexiyadan, Slovakiyadan, Altaydan marallar gəlib. Hal-hazırda o maralların sayları indi 1000-ə yaxındır. Gələndə onlar daha az idi. Daha az idi, bəli, 200-ə yaxın marallar vardı. İndi 1000-ə yaxın marallar var. Və bu həm də o deməkdir ki, bu marallar iqlimə uyğunlaşa bilirlər. Bəli, buranın iqliminə uyğunlaşıb artıq. Məqsəd də budur ki, burada marallar çoxalsın, artsın və canlı təbiətə buraxılacaq. Bəs heç olurmu ki, artıq təbiətə buraxılsın hansı heyvanlar? Hələ ki yox, amma bu yaxınlarda olacaq inşallah. Bəs buranın belə ən qeyri-adi heyvanlar hansıdır ki, turistlərə belə deyirlər, daha maraqlı gəlir? Heyvanların hamısı burada gəlmə heyvanlardır. Yəni qırmızı kitabda olan heyvanlardır. Amma turistlər üçün çox maraqlı gələn alpaka lamalardır. Onlar da Cənubi Amerikadan gəlib, Perudan. Turistlərin çox cəlb edir. Çünki o heyvanlar çox mehriban, sakit heyvanlardır. Yəni gələn turistlər də ən çox onlarla maraqlanırlar. Bəs burada elə bir növ varmı ki, nə vaxtsa Qafqazda olardan olur? Bəli, var. Burada nəcim maral var. Həmin marallardan Azərbaycanda olur. Şamaxının özündə də olur bu marallardan. Amma çox təəssüflər ki, demək olar ki, nəsilləri kəsilib onların. Sırf Şamaxının seçilməsində bir məsələ varmı? Yəni, niyə məhz Şamaxıdadır? Çünki buranın iqlimi, çox gözəl iqlimi var. O Altaydan, Polşadan gələn marallarda buranın iqliminə tez öyrənişə bilirlər. Yəni, belə deyə, hava şəraiti burada onlara daha uyğundur. Bəs bizonlar necə? Bizonlarda da artım var, bəli, bizonlarda da artım var. Onlar Şimali Amerikadan gəlib, ora soyuq olan yerdə. Amma burada yenə bayaq dediyim kimi, qışda demək olar ki, havalar çox soyuq, sərt keçir. Onlar üçün daha əlverişlidir. Yayda da onların xüsusi sığınacaqları var. Heyvanlar özəl gedirlər orada sərinlənirlər. Plus göllərimiz var burada, suni göllər var. Yəni heyvanlar üçün çox rahatdır burada. Həkimlərimiz var, baxırlar. Bir nəfər üçün qiymət nə qədərdir giriş? Avtobus turlarımızda böyüklər 20 manatdır, tələbələr 10 manatdır, məktəblilər 5 manat, məktəbə qədər ödənişsizdir. Bu qədər marallara yaxınlaşmaq imkanımız oldu. Görürsünüz də bunların buynuzları necə belə əzəmətli görünür. Həm də mən deyərdim ki, Qafqaz dağlarında, bax Şamaxının bu dağlarında onların rəyləri də vəhdət təşkil edir. Çox qəşəng görünürlər. Məsələn, biraz biz qabağa getsək, onların bir sürüsünü də göstərə bilərik burada. Yəni, görüntü sadəcə möhtəşəmdir. Onlar sadəcə indi bizə biraz mətəl-mətəl baxırlar, amma bura o qədər turist gəlir ki, onlar öyrəşiblər. Bayla mənim arxa tərəfimdə duran marala baxdıqda onun belə duruşu da, buynuzları daha çox əzəmətli görünür. Onu da qeyd edeyim ki, bu növlər ildə bir dəfə buynuzlarını belə deyim, atırlar yerə, sonra yenidən onların buynuzu yetişir və bu buynuzdan da tibbi məqsədlər üçün istifadə edirlər. Balaca yerdə. Arif. Lamalara yem vermək lazımdır ki, gəlsinlər. Görə gələcəklər mi? Gel.
Görürsən? Bu da qorxursan, heç biraz qorxmaq lazım deyil. Bu da bizi kimi bir varlıq.